O qədər əzəmətli bir anda Allahla görüş anı ki, şəhidlər deyəcək, mən hiss eləmədim. Təsəvvür eləyin. İmam Hüseyin ağa deyəcək, mən hiss eləmədim. Allah başlayanda əvəz verməyə, mükafat verməyə, şəhidlərin hamısının başı aşağı dikiləcək. Deyəcək, bu can idi da, can idi. 5 il sonra onsuz da yol qəzasında dünyasını dəyişməyəcəkdim. Göstərəcəklər də həyatını. Qalsaydım, belə öləcəkdim. 10 il sonra, 20 il sonra xəstələnəcəkdim, qızdırma olacaqdı, ya filan yerində xərçəng tapılacaqdı, filan gedəcəkdim. 20 il sonra həmin o şəhidə göstərəcəklər. 15 il sonra, 5 il sonra, bəzən 1 il sonra belə olacaqdı. Onda baxacaq, görəcək ki, 2 dənə güllə dəydi mənə. Amma gör nə verdilər mənə. Bəyəm qalsaydım, həmişə qalacaqdım ki, onsuz da gələcəkdim. Onda şəhid başa düşəcək ki, nə böyük bir uğurlu ticarət eləyib. Nə qədər uğurlu, qazanclı ticarət eləyib. Və bütün şəhidlər ümumiyyətlə cənnətə heç kəs, necə deyim, belə başını dik tutub getməyəcək. Cənnətə biraz xəcalətli gedəcək. Amma bu pis xəcalət deyil, adamın abrını aparır. Yox, borcluluqla, yəni xəcalət bir mənada, borcluluq hissi ilə. Elhamdülillahillezî əzhəbə ennəl həzən. Hamısı deyəcək, şükür olsun deyə görəcəklər o neymətləri cənnət əhli. Deyəcəklər, elhamdülillah, həmd olsun Allaha ki, hüznü ürəyimizdən çıxartdı, qəm ürəyimizdən çıxartdı. Biz elə bir sevinç fəzasına daxil oluruq ki, qəm yol tapa bilmir o sevincə. Xalis sevinc yerinə gedirik.